Bilirsiniz, bir cəmiyyətin inkişafı əslində çox sadə bir şeydən asılıdır. O cəmiyyət öz insanının zəhmətinə, biliyinə, bacarığına nə qədər dəyər verir? Elə bugün biz bu dəyərin təməlində dayanan çox vacib bir prinsipdən danışacağıq. Söhbət meritokratiyadan gedir. Gəlin, elə başdan bir sual üzərində düşünək. Sizcə, uğur qazanmaq üçün nə daha önəmlidir? Güclü tanışlar, yoxsa həqiqi bacarıq? Yəni, kimləri tanıdığımız, yoxsa nələri bacardığımız? Bax, bu sualın cavabı əslində bütün mövzumuzun, yəni meritokratiyanın ürəyidir. Yaxşı, bəs bu merit prinsipi, meritokratiya nə deməkdir? Gəlin biraz daha dərindən baxaq. Deməli, meritokratiya sözü latıncadan gəlir, meritum sözündən. Mənası da layiq olmaq deməkdir. İdeyanın özü isə əslində həm çox sadədir, həm də çox güclü. Deyir ki, sənin cəmiyyətdəki yerini, statusunu, uğurunu valideynlərinin kimliyi, pulun paran yox, sırf öz şəxsi keyfiyyətlərin, biliyin, zəhmətin müəyyən etməlidir. Yəni, qısacası, kim layiqdırsa, o da irəli getməlidir. Budur meritokratiya. Belə deyək də, əsas ideya budur. Oyun meydançası hamı üçün eyni və bərabər olmalıdır. Sənin kim olmağın, haradan gəlməyin heç bir əhəmiyyət kəsb etmir. Yeganə önəmli olan şey sənin öz bacarığın, öz zəhmətindir. Mövqeləri, imkanları ancaq bununla qazanırsan. Qohumbazlıq, tapşırıq, pul, bunlar bu oyunda keçərli deyil. Yaxşı, bəs belə bir cəmiyyətin təməlində nə dayanır? Yəni, bu sistemi işlək vəziyyətə gətirən əsas xüsusiyyətlər, prinsiplər hansılardır? Əslində, hər şey bir-birinə bağlı bir zəncir kimidir. Baxın, birinci xalqa nədir? Bacarıq və səy. Yəni, əsas meyar budur. Yaxşı, bəs bunu necə ölçmək olar? Bunun üçün ədalətli qiymətləndirmə mexanizmləri olmalıdır. Və bu mexanizmlər hamıya bərabər imkanlar yaratmalıdır ki, rəqabət apara bilsinlər. Bütün bunların nəticəsi nə olur? Adam bilir ki, əziyyəti yerdə qalmayacaq, ona görə də özünü inkişaf etdirir. Fərd inkişaf etdikcə isə, təbii ki, bütün cəmiyyət inkişaf edir, peşəkarlığı artır. Gözəl deyilmi? Yaxşı, bütün bunlar nəzəriyyədə çox gözəl səslənir, elə deyil, amma gəlin görək praktikada bu necə işləyir. Elə hamımızın yaxşı bildiyi bir sahəni, təhsili götürək. Görək meritokratiya təhsildə özünü necə göstərir. Təhsildə meritokratiya o deməkdir ki, istər müəllim ol, istər şagird, sənin dəyərin yalnız və yalnız bir şeylə ölçülür, nəticələrin və biliyin. Kiminsə qohumu olmağın, kiminsə tanışı olmağın heç bir rol oynamır. Qaydalar hamı üçün eynidir. Və bu sadəcə boş bir xəyal deyil. Bunun üçün konkret işlək mexanizmlər var. Məsələn, bölümlər üçün keçirilən diaqnostik qiymətləndirmələr, sertifikasiya imtahanları və ya tutalım ki, ən yaxşı elmi ideyalara verilən qrant layihələri. Bax, bunların hamısının məqsədi birdir. Kim daha bacarıqlıdırsa, kim daha layiqdirsə, məhz o dəstək qazansın, o irəli getsin. Bəs nəticədə nə əldə edirik? Mühit tamamilə dəyişir. Birincisi, insanlarda öyrənmək üçün böyük bir motivasiya yaranır. Çünki artıq bilirlər ki, çəkdikləri zəhmət boşa getməyəcək. Bu isə öz növbəsində innovasiyaya, yaradıcılığa təkan verir və ən əsası, sağlam, ədalətli bir rəqabət mühiti formalaşdırır. İndiyə qədər hər şey yaxşıdır, amma gəlin medalın o bir üzünə baxaq. Bəs bu prinsip pozulsa nə olar? Yəni, bacarığın yerini başqa amillər tutsa, bunun cəmiyyət üçün bədəli nə olur? Fərq sözün əsl mənasında ağla qara kimidir. Baxın, bir tərəfdə meritokratiya var. Haradakı istedadlı, zəhmətkeş insan öz haqqı olan yerə gəlib çıxır. O biri tərəfdə isə nepotizm, yəni qohumbazlıq. Orada isə həmin o istedadlı insanlar sadəcə kölgədə qalmağa məhkumdur. Niyə? Çünki onların yerini bacarığına görə yox, sadəcə tanışı olduğuna görə başqaları tutur. Və bunun nəticələri təəssüf ki, çox acı olur. Həqiqi istedadlar ya kənarda qalır, ya da daha da pisi, ümidini üzüb ölkədən gedir. İnsanların ədalətə olan inamı sarsılır. Xüsusilə gənclər düşünməyə başlayır ki, əgər onsuz da hər şey tanışlıqla həll olunursa, mənim bu qədər oxumağımın, çalışmağımın nə mənası var ki? Bax, bu motivasiya etkisi də nəticədə bütün cəmiyyətin inkişafına əngəlləyir. Beləliklə, bütün bu danışdıqlarımızı birləşdirsək, tərəqqiyə, yəni inkişafa gedən yolun formulu əslində çox aydın şəkildə ortaya çıxır. Deməli, görürük ki, meritokratiya sadəcə qəşəng səslənən bir termin deyil. Bu, ədalətə, şəffaflığa, səmərəli idarə etməyə əsaslanan bir sistemin təməlidir. Hətta deyərdim ki, sağlam bir cəmiyyətin özülüdür. Və bu fikrin mənbədəki bir sitat çox gözəl yekunlaşdırır.
Deyilir ki, əgər bu prinsiplər möhkəmlənərsə, təhsil inkişaf edər. Təhsilin inkişafı isə öz növbəsində bütövlükdə cəmiyyətin tərəqqisinə yol açar. Yəni görürsünüz, hər şey necə bir zəncirvari reaksiya kimidir. Və sonda, gəlin bu müzakirəni hamımıza ünvanlanmış bir suala bitirək. Bəs biz, hər birimiz, öz gündəlik həyatımızda, öz iş yerimizdə, öz ətrafımızda bu ədalət prinsipinin daha da güclənməsi üçün nə edə bilərik? Düşünürəm ki, bu, həqiqətən də hər birimizin düşünməli olduğu bir sualdır.